Quba rayonunda avtomobil aşıb. Hadisə rayonun Təngyaltı kəndində baş verib. Belə ki, intensiv yağışlardan sonra qəzalı vəziyyətə düşən Quba-Qanaq kənd yoluna alternativ olaraq çəkilən yolun tikintisinə cəlb olunan yük avtomobillərindən biri sərt döngədə aşıb. Qəza nəticəsində yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Bakı-Astara magistral yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə yolun 52-ci kilometrliyində Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki Mercedes markalı avtomobil toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri 1980-ci il təvəllüdlü Vüsalə Bədalova, 1972-ci il təvəllüdlü Rafael Bədalov, 2002-ci il təvəllüdlü Həsən Bədalov, 1967-ci il təvəllüdlü Elşən Axundov və Cəbrayıl rayon sakini 1959-cu il təvəllüdlü Füzuli İsmailov müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb.